Patrul redaksiyasına müraciət edən bir qrup vətəndaş Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi 241 ünvanında yerləşən Avant Park yaşayış kompleksində üzləşdikləri problemlərdən narazılıqlarını bildiriblər. Sakinlərin şikayətlərini yerində araşdırmaq üçün patrul əməkdaşları qeyd olunan ünvana gedərək vəziyyətlə yaxından tanış olublar. Mənzil alan vətəndaşların əsas narazılığı kompleksdən ev alan təxminən 400 sakinin mənzil alışı zamanı ödənilmiş ƏDV məbləğini geri ala bilməməsidir. Bizim bu problemi işıqlandırmaq üçün hara müraciət edirik, həqiqətən də bunu mediaya çıxaraq, çatdıraq, yuxarı qurumlara çatdıraq, bacarmırıq. 2023-cü ilin aprel ayından şəxsən mən əziyyət çəkirəm, çarpışıram. Məsələ nədir? ƏDV məsələsidir. Az summa deyil. 2 milyona yaxın puldur ortada itib. Hara gedib mən bilmirəm, heç kim də bilmir. 400-ə yaxın sakindir, əziyyət çəkirik. Demək, biz bu evi alanda 2022-ci ilin mayın 25-nin qərarı var ki, prezidentin qərarı var ki, ev alanda əlavə dəyər vergisini əlavə ikinci hesaba ödənməlidir. Amma Avant Park satış ofisi bizi aldadıb, bütün hesabı tək öz hesabın, bütün pulu öz hesabına deməli yatırdı. Sonra da 2023-cü ilin fevral ayında, fevral ayının 18-i idi səhv eləmirəmsə, bizə mesaj gəldi ki, deməli, qayməni yatırın. Biz elədik və aprel ayında gəldi imtina. Niyə imtina? 2 hesaba ödəməmişsiniz. Vergi avantı günahlandırır, avant vergini günahlandırır, amma verginin burada heç bir günahı yoxdur. Nəyə görə günahı yoxdur, onu da deyir. Çünki bizdən sonra hansı ki 2 hesaba ödəyiblər, 2 hesaba ödəyən insanlar rahatlıqla ala bilirlər. Bir ayın tamamında gedir vergisi ƏDV alır. Amma mən ala bilmirəm. Niyə mən ala bilmirəm? Burada belə mağdur tərəfdar mənəm. Çünki bu adam 2 hesab verməyib mənə. Deyir, özüm bilməliydim. Mən hüquqşünas deyiləm, mən müəlliməyəm, öz ixtisasımı bilirəm. Mən maliyyətçi də deyiləm, hüquqşünas da deyiləm ki, 2 hesabı mən bilməliydim. Deməli, 22-ci ilin iyun ayında mən bu mənzili almışam və mənzilin 60%-ni ilkin ödəniş kimi ödəmişəm. Qalanı daxili kreditlə 3 il ərzində ayrılıb beynəlxalq bankda ödəmişəm. Hətta 36 ay yox, 35 aya ödəyəndən sonra mən ƏDV üçün müraciət edəndə getdim Vergilər Nazirliyinə. Mən 10 gündən sonra cavab gəldi, imtina. Nəyə görə imtina? İkili hesab olmayıb. Və mən bilmirəm, bu ikili hesabı hansı ki müqavilədə yazılmışdı ki, qanunvericilik çərçivəsində ƏDV-lər ödəniləcək. Prezidentin qərarı, may ayındakı qərarına görə mənzillərin ƏDV-si ödənilməlidir. Bunlar bəhanə oldu ki, Avant Park bəhanə elədi ki, portal noyabr ayında açılıb. Noyabr ayında açılıb, bunu bizə xəbərdar eləməli idilər və biz gedib depozit hesabına o vergini ödəməliydik. İndi burada bizim heç bir günahımız olmadan 200-dən artıq sakin qalıb məhkəmələrdə, yollarda və bizim ƏDV-mizi ödəmirlər. Onların sözlərinə görə, Avant Park şirkəti satış zamanı ƏDV ödənişlərini alıcıların adı ilə deyil, öz adı ilə rəsmiləşdirdiyinə görə vergi sistemində hər bir sakin üçün ayrıca depozit hesabı yaranmayıb. ƏDV-nin geri qaytarılması məhz həmin elektron depozit hesabları üzərindən aparıldığından, sistemdə alıcının adına hesab görünmədiyi üçün ödənilmiş ƏDV-nin geri qaytarılması texniki olaraq mümkün olmur. Sakinlər bildirirlər ki, ödənişlər onların adı ilə rəsmiləşdirilsəydi, depozit hesabı avtomatik açılacaq və ƏDV geri ödənilə biləcəkdir. Sakinlərin digər narazılıqları isə kompleksin ümumi vəziyyəti ilə bağlıdır. Onların sözlərinə görə, yaşayışın başlamasına baxmayaraq, binalarda tamamlanma işləri hələ də yekunlaşdırılmayıb. 2024-cü ilin iyun ayında tam təhvil verilməsi planlaşdırılan kompleksdə işlərin bir qismi hazırda da tamamlanmayıb. Bir çox mənzildə yaşayış başlamasına baxmayaraq, binanın rəsmi təhvili gecikir. Sakinlərin ən ciddi narazılıqlarından biri də təhlükəsizlik avadanlıqlarının tam quraşdırılmamasıdır. Onlar bildirirlər ki, bloklarda yanğın zamanı istifadə olunmalı olan hidrant qutularında şlanq və digər vacib avadanlıqlar yoxdur. Bu isə fövqəladə vəziyyət zamanı operativ müdaxilə imkanlarını məhdudlaşdırır və sakinlərin təhlükəsizliyi üçün real risk yaradır. Aidiyyəti qurumlara edilən şikayətlərə baxılmaması isə narazılığı artırır. Fevral ayı 13-də 2022-ci ildə bu proyektdən mənzil almışam. Söz verilənlərə görə 7-ci ay 2024-də evdə təhvil verilməli idi.
Məlumat lövhəsi də orada ofisin qabağında da görə biləsiniz. Amma ki, hal-hazırda artıq 2025-ci il bitir, bina hələ təhvil verilməyib, düzgün bir transformator sistemi falan qurulmayıb, yəni ara sıra gecələr işıqlarımız sönür. Keçən səfər yanğın iyi hiss elədik. Məlum oldu ki, orada kabellər əriyib artıq düşüb bir-birinin üstünə. Bu yaxınlarda da bir binada bu problem olduğuna görə, yanğından vəfat edən insanlar olduğuna görə biz bundan çox narahatıq. Bundan əlavə bu şirkətin başqa problemləri də vardı. ƏDV ilə bağlı sözü verilən kimi ƏDV-miz geri qaytarılmayıb. Bizə qaz hələ də bütün binalarda yoxdur. Yenilikcə verməyə başlayıblar, amma hələ də bütün binalarda qaz yoxdur. Yalnız bir dənə binada vardı. Qaz verilməsinə baxmayaraq, yanğın təhlükəsiz olmağına baxmayaraq, hal-hazırda yanğına qarşı da tədbirlər yoxdur. 2022-ci ildə iyul ayında mən mənzil almışam burada. Yarı faizini ödəmişdim. Yarı faizini ödəmişdim və 3 ildə daxili kreditlə ödəmişəm bunlara. Bu 3 ildə bizə heç bir xəbərdarlığı eləməyiblər ki, siz düz hesaba ödəməmisiniz. Və mali araşdırmamız da var, hamısı sənədlərimiz yerindədir. Biz bunlara yaxınlaşırıq. Bunlar belə bizi aldadıblar. Bizi aldadıblar. Ya indiyə kimi nə şey eləyiblər, söz veriblər, eləməyiblər. 2 il bizə mənzil alanda 2 ilə təhvil verilməli. 3-cü ildir, qaz da verilib. Plusda ədəbə problemlərimiz var. Bu mənzil, bura yığışanların hamısında ədəbə problemləri var. Yəni bizi aldadılar. Bizi gedib, gəlib 3 il. Aldadılar bu vəziyyətdə. Avant Park rəhbərliyindən Patrulaza verilən rəsmi açıqlamada bildirilir ki, problem mənzil almış sakinlərlə vergi orqanı arasında yaranmış prosedur məsələsindən qaynaqlanır. Şirkətin məlumatına görə, ƏDV-nin tətbiq edildiyi dövr olan 2022-ci ildə mənzil alan bəzi sakinlər çətinliklərlə üzləşiblər, lakin həmin tarixdən sonra mənzil alan vətəndaşların ƏDV məbləğlərini problemsiz şəkildə geri aldıqları qeyd olunur. Şirkət əlavə edib ki, bir sıra sakinlər məsələ ilə bağlı məhkəməyə müraciət ediblər və şirkət olaraq onlara sənədlərin hazırlanması, təqdim edilməsi və proseslərin izlənməsi üçün dəstək göstərilir. Mənzil sahibləri ilə mütəmadi görüşlərin keçirildiyi, son görüşün isə 17 noyabr tarixində baş tutduğu bildirilir. Hər gün 5 nəfər mənzil sahibinin ofisə dəvət olunduğu və onlara tələb olunan sənədlərin təqdim edildiyi, dekabr ayının sonuna qədər bütün sakinlərin növbə ilə qəbul edilərək dəstəklənəcəyi açıqlanıb. Şirkətin mövqeyinə görə ƏDV-ni qaytaran qurum mənzil satan şirkət deyil, vergi orqanıdır. Avant Park rəhbərliyi prosesin daha operativ və şəffaf şəkildə həll olunması üçün üzərlərinə düşən bütün addımları atdıqlarını vurğulayıblar. Sakinlər isə Avant Park rəhbərliyinin bu açıqlamasını qəti şəkildə təksib ediblər. Onların sözlərinə görə şirkətin hər gün 5 sakinin qəbul edilməsi ilə bağlı dedikləri həqiqəti əks etdirmir. Sakinlər bildiriblər ki, düz 2 ilə yaxındır onları müxtəlif bəhanələrlə get-gələ salmaqdan başqa heç nə edilməyib. Onlar hesab edirlər ki, məsələni vergi orqanlarının üzərinə atmaqla Avant Park rəhbərliyi öz məsuliyyətindən yayınmağa çalışır. Günay Salayeva, Patrul, AS.